Salam dəyərli tələbələrim. İlk növbədə bunu qeyd edeyim ki, artıq qabiliyyət imtahanlarının vaxtları açıqlandı və bəziləri üçün günlər qalıb, bəziləri üçün bir həftə, 2 həftə falan qalıb qabiliyyət imtahanına. Və siz bu qısa müddətdə nə etməlisiniz? Bunu deyəcəm bu videoda. Çalışın ki, bu video kimə faydalısı ona da yönləndirin ki, baxsın və fərqində olaraq getsin. Qeyd edeyim ki, bizdə videolarda məsələn qabiliyyət imtahanında nələr aparmalıyıq? O videonu yükləmişəm və orada bir dənə xırda bir nüans var. Söhbət nədən gedir? Rezaq aparmalıyam, yoxsa aparmamalıyam? Mənə qalsa aparmamalısınız. Nəyə görə? Çünki orada vərəqdə çap vərəqəsində yazılıb ki, kəsici, desici alətlər zat götürə bilməzsiniz. Yəni rezaq da biraz bunlara, yəni rezaq da kəsici bir alətdir. Ona görə karandaş aparanda bir neçə karandaş gətirin və yonulmuş formada. Pirka gətirərsiniz özünüzdən və haçan o karandaşın ucu kütləşəndə pirka ilə onu təzədən yenə yona bilərsiniz. Yəni rəssam karandaşı kimi yonur, yəni dəmir qələmyonlardan da istifadə edə bilərsiniz, amma mən tövsiyə etmirəm. Ən yaxşısı rezaqla yonulmuş formada özünüzlə daşıyın və pirka vasitəsilə haçan kütləşəndə onunla yontun. Və uşaqlar, bilirəm bir həftə qalıb, bir həftədə əslində çox şey dəyişdirmək olar. Daimi formada məşq etmək lazımdır, daimi formada işləmək lazımdır. Rəssamlıq, ümumiyyətlə bu sənət məşq edənləri, daim zəhmət çəkəni sevər. Bu zəhmət çəkmək, yəni hər iş elədə əslində, nə qədər zəhmət çəksən, onun qarşılığını görərsən. Amma incəsənət özü bunun 2 qatını tələb edir. Əmək sənətidir bu. Buna görə də yəni oturun, hə bir həftə qalıb da nə edə bilərəm? Özümü stres atmalıyam falan filan. Zaten insanlar stresi azaltmaq üçün şəkil çəkmədə istifadə edirlər axı. Psixoloqlar hər biri birinci deyir ki, hə öz fikrini, zehnini boşaltmaq üçün rəsm çək. İncəsənət özü budur, istirahət deməkdir. Bilirəm, siz rəsm işləyəndə yorulursunuz, amma yorulmaya əvəzinə istirahət etməyə çalışın. O işlədiyiniz işdən zövq almaya çalışın. Məsələn, əsas problem əslində budur. Siz işlədiyiniz işdən zövq almağı bacarmırsınız. Ona görə eləyib atırsınız. Ay bunu kim eləyər, cırıb tulluyursunuz. İnsan çəkdiyi əməyi necə tullaya bilər axı? Bilirəm, pis halındır. O pis işi saxla, bir il əvvəl işlədiyindən müqayisə elə. Nə qədər irəliləyiş olduğunu görəcəksən və buna əsasən motivasiya yaranacaq və daha çox işləmək istəyəcəksən. Daha da yaxşısını axtaracaqsan. İmtahan vaxtı əgər saat 10-dadırsa, saat 9-da orada olmaq inşallah. Yəni 1 saatdan da əvvəl daha da gedə bilərsiniz. Atmosfer olsun, yəni özünüzü hava nə qədər tez dursan, zehnin o qədər ayılmış olar da. Yuxulu olmazsan, özünü daha sərbəst hiss eləyərsən. Yemək yeyin girin imtahana. Yemək yemədən 6 saat və ya 3 saat keçməz. Halsız düşəcəksiniz. Çünki orada siz həm elmi, həm də zehni, həm də fiziki iş görürsünüz orada. Ruhunuz orada qidalanmalıdır. Onun üçün də telefonunuza da aparmayın. Mən bilən telefon qoymurlar. Yəni nə ehtiyac var? Əlavə digər materiallar hər birini kanalda yerləşdirmişəm. Motivasiya çox önəmlidir uşaqlar. Adaptasiya, imtahana adaptasiya sürəsi 1 saatdır. Mən özümdən misal götürsəm, mən 2019-da imtahan vermişdim. Bizdə antik baş heykəl, yəni 6 saat deyildi. 4 saat idi, yəni 3 saat aralığındaydı. Mən 3 saatda bitirmişdim. Və 1 saatı mən həyəcan keçirdim. Əlim tərlədi. Onun üçün nəm salfetka və quru salfetka götürün. Əl tərləməsi üçün və burada qıraqda yaranan ləkələr üçündür. Çünki o işinizə yaxılacaq və işiniz sanki barmaqla yaxılmış kimi görsənəcək. O da 2 qat balınızı aşağı salır. Qeyd edeyim ki, videonu yüklədikdən sonra mən qısa şortlar atacağım siz üçün, faydalı olması üçün, xətt məşqləri olsun, fəza fiqurların hamısının sadə formada işləmə qaydası olsun, xırda nüanslar həqiqətən çox şey dəyişir, onları atacağım. Antik baş heykəllərdə, antik başın qurulması olsun, ştrixlənməsi, tonlaması, hər şey atacağım, xırda nüansları da bildirəcəm. Yəni sizə faydalı olacaq, tez bazar işləmək üçün. İşi bəsitləşdirilmiş formada sizə atacağım. Əlbəttə ki, hər işin çətinliyi var, amma biz rahata qaçıb öyrənməliyik də. Yəni bu qısa müddətdə nə etmək olar? Bir dəfə mən sizə sıfırdan öyrətsəm, 3 saat, 4 saatlıq video siz də baxmazsınız və səmərəli də olmaz, yorularsınız. Fasilə ilə mənim elədiyim kimi eləsəniz, qabağa gedəcəksiniz və motivasiyanızı salmayın. Motivasiya çox önəmlidir həqiqətən. Amma disiplinli də olmaq lazımdır. Özünü hərəkət keçirməlisən. Çox az vaxt qaldı, biraz əziyyət çəkəcəksən və bunun bəhrəsini görəcəksən. Əziyyətsiz heç bir iş uğurlu olmur. Əziyyət çəkirsən, zəhmət çəkirsən və onun bəhrəsini də görəcəksən. Yəni sadəcə buraxılışı vermirsən, artıq ən çətin mərhələdən keçmirsən artıq. Qabiliyyət, sevdiyin sənət, sevdiyin peşə üçün işləmək üçün
Sadəcə qabiliyyət, bacardığın işi eləmək, onu yəni nümayiş etdirmə vaxtıdır sadəcə. Yəni burada sevdiyin bir işdir, çəkirsən və bu qiymətləndirilir. Vəsə, bu qədər. Məncə yaddan çıxan bir şey olmadı. Dediyim kimi həyəcan keçirməniz normaldır. Sadəcə onu idarə edib, yəni korlaşmayın da. Rəssamlıqda belə bir şey var həqiqətən. Saatlarca oturursan bir iş üzərində və görmürsən öz səhvini. Deyirsən ki, pis, mən qüsursuz işləmişəm. Yoxdur elə bir şey. İmtahanda işləyişdə pauza verin uşaqlar. Su iç, nə bilim, dur işini uzaqdan biraz bax. Sizə orada heç kəs deməz ki, durma. Baxlamaz, heç kim deməz ki, yəni durduğun yerdən qətiyyən, yəni oturduğun yerdən qətiyyən durma. Heç kim bunu deyə bilməz, ixtiyar da yoxdur. Sən o rəssam kimi uzaqdan işə baxırsan, uzaqdan öz işinə baxırsan, çəkdiyinə və naturadan işlədiyin şeyə baxırsan. Müqayisə edirsən, deyirsən, aha, səhvlərini uzaqdan həmişə tuta bilərsən. Dəyə uşaqlar malbertə yapışırlar, dib-dibə qalırlar. Heç vaxt orada işinin səhvini görə bilməsən. Bəlkə düz işləyirsən, amma axırda onu korlayacaqsan. Fasilə verin, pauza verin. Pauza verəndə həqiqətən iş uğurlu olur və fikirləşərək. Rəssamlıq özü zehnin, qəlbin və əlin hərəkət fəaliyyətində yerinə yetirilən bir prosesdir uşaqlar. Sən daim bunu gördüklərini köçürmək də bir stres yaratdı. Bunu nə üçün elədiyini də sorğulamaq da bir stres yaratdı. Hər kəs analiz, sintez edə bilmir. Çalışın ki, imtahanda bunlara xırda nüanslara fikir verin və həyəcan keçirməniz dediyim kimi normaldır. Sadəcə o prosesdə özünü idarə etməyi, ələ almağı bacarmalısan. Bəlkə rəsm kursunda dəfələrcə bu işi işləmirsən, orada alınmaya bilər. Amma o deyil ki, sən bunu sonlandıra bilməzsən. Biz qısa müddət əvvəl, yəni 2-3 gün bundan əvvəl, yəni 2-3 deməyim, 1 həftə bundan əvvəl uşaqlara sınaq keçirdik. Və uşaqlar hər dəfə olduğu mühitdə sadəcə başqa bir perspektivdən rəsm işlətdi. Yəni antik baş heykel olsun, fəzə figür olsun. Uşaq həyəcan keçirdi. Mən bu tərəfdə işləməmişəm. 1 saat çəkdi onların deyinmələri, yəni eləyə bilməli falan müəllimə belə. Sonra gördüm ki, adaptasiya oldular, yavaş-yavaş başladılar işləməyə və çatdıra da bildilər. Bəziləri çatdıra bilmədi. Dedim ki, bax gördünmü? Hardan işlədiyinə baxmayaraq, sən qaydanı bilirsənsə, bunu tətbiq edə bilirsənsə, artıq sən uddun, qazandın. Amma yox, hər şey bunu bəhanə. Qaldığım yer pis idi, baxa bilmirdim, görə bilmirdim. Nə bilim, fərqli perspektivdən idi, vaxt az idi, çox isti idi, nə bilim, nə idi. Heç vaxt bu saydığınız bu problemlər sizə bal olaraq qayıtmayacaq, heç vaxt tam əksinə olacaq. Sən ilk növbədə imtahana gedən kimi durduğun yerini bax, heykəli hansı perspektivdən daha yəni rahat işləyə bilirsən, o yerini təyin elə, otur orada. Amma fəzə figurlarda da belədir. Yerin gözəl oldu, ağıllı formada seçdin, udursan. Öz həyəcanını gizlədə bildin, ələ ala bildin, özünü udursan. Yəni o qədər şeylər var ki, həqiqətən o prosesdə çox şey, əhvaldan, ruhdan ruha düşürsünüz əslində. Amma inanın ki, bu dünyanın axırı deyil. Uğurlu olsan da, olmasan da bu son deyil. Yəni gələndə sən bunu verə bilərsən, amma hədəf bunda uğurlu olmalıdır. Özünü psixoloji cəhətdən sıxmağa heç ehtiyac yoxdur. Zaten bu sənət ruhun daralmasını sevmir, tam əksinə azad olmağını istəyir. İnanıram ki, dostum biraz həyəcanın getdi üstündən. Mən də biraz həyəcanlıyım, çünki tələbələrimin uğurlu olmasını istəyirəm. İnşallah uğurlu və ya uğursuz. Əsas nəticədir ki, canın sağlığı olsun uşaqlar, canınız sağlam olsun və bu son deyil, dünyanın axırı deyil. Gələn ildə olacaq, o birisi ildə olacaq. Yəni fərq eləmir, haçanlarsa olsun. Sən çəkdiyin zəhməti puça vermə. Yəni əsas problem odur. İnşallah yaxşı olar, hər birinizə bol-bol uğurlar. Dediyim kimi bu həftə, imini bu həftə çoxlu videolar atacağım sizin üçün. Antik baş heykəl olsun, fəzə figuru olsun. Əslində şortlar da çox atacağım. Və bu gözəl, bu 2 həftənin, bu 3 həftəni gözəlcə yola verək. Hər birinizə uğurlar bir daha.